Ağlabatan ümumiləşdirmə layihəsi niyə görə vacibdir və kimlərə aiddir? Həddən çox gözəl sualdır. Həqiqətən çox vacib məsələdir bu. Bilirsiniz, ağlabatan ümumiləşdirmə nəyə görə vacibdir? Çünki əlilliyi olan şəxslər digər vətəndaşlardan fərqli olaraq, əgər onların hüquqları bərabər səviyyədə təmin olunmuş olmazsa, onlar belə deyək, çox çətinliklərlə üzləşərlər. Misal üçün, götürək BMT-nin konvensiyasında, yəni ümumiyyətlə statistikasında göstərilir ki, əlilliyi olan şəxslər işə qəbulla bağlı 2-3 dəfə və daha çox dəfə digər vətəndaşlardan daha çox əziyyət çəkirlər və onlara yaradılmayan şəraitə görə onlar bu əziyyətlərə məruz qalırlar. Misal üçün, belə deyək, işə qəbul zamanı əgər hər hansı bir müsahibə aparılırsa, intervyu keçirilirsə, həmin müsahibədə misal üçün eşitmə çətinliyi ilə üzləşmiş bir adam, hər hansı bir eşitməsi ilə bağlı problemi olan bir kəs, ona əgər biz surda tərcüməçi təqdim eləməsək, o çətinlik çəkmiş olar və bir növ digər vətəndaşlardan fərqli olaraq hüquqları pozulmuş olar.